Salam. Bu videoda biz Dövlət İmtahan Mərkəzinin 9-cu sinif buraxılış imtahanına hazırlaşanları üçün çap etdiyi test toplusundan tam cəbri ifadələr mövzusundakı testlərin həllinə baxırıq. Birinci test. Başlayaq. Hansı bir hədlinin qüvvəti ən böyükdür? Bilirik ki, bir hədlinin qüvvəti hərfi hissənin üsləri cəminə deyilir. Araşdıraq. A bəndində bir hədlinin qüvvəti 10, hərflərin üsləri cəmi. B bəndində 2 üstəyəl 5 üstəyəl 1 elədir 8. C bəndində bir hədlinin qüvvəti 15. D bəndində bir hədlinin qüvvəti 13. Y bəndində isə bir hədlinin qüvvəti 13-dür. Və burada ən böyük olan C bəndidir. Deməli, cavab C bəndi oldu. Eyni qayda ilə hansı bir hədlinin qüvvəti ən kiçikdir? Yenə də hərflərin üslərini toplayırıq. Hərfin üstündə heç bir ədəd yoxdursa, deməli 1 var ki, onu yazmayıblar. A bəndində qüvvəti 16, B bəndində qüvvət 15, C bəndində qüvvət 11, D bəndində qüvvət 13, Y bəndində qüvvət 10-dur. Bizdən ən kiçiyini soruşurdu. Deməli, cavab Y bəndi. Üçüncü testə cavab vermək üçün bu tərəfdə üçüncü testin müxtəsər vurma eyniliyini yadımıza salaq. Biz bilirik ki, cəmin kvadratı bərabərdir birincinin kvadratı, üstəgəl birinci ilə ikincinin hasilinin 2 misli, üstəgəl ikincinin kvadratı. Onda mənfi x üstəgəl 4 mötərizənin kvadratı bərabər olar birincinin kvadratı. Yəni mənfi x-in kvadratı bu bizə verər x kvadratını. Üstəgəl birinci ilə ikincinin hasilinin 2 misli, yəni 2 vurulsun, mənfi x vurulsun 4. Üstəgəl ikincinin kvadratı, yəni 4-ün kvadratı. Bu da bizə verir x kvadratı, çıxılsın 8x, üstəgəl 16. Deməli, cavab oldu. X kvadratı çıx 8x üstəgəl 16, bu isə C bəndindədir. Keçək dördüncü. A üstü 8, 9 olarsa A üstü 16-nı tapın. A üstü 16-nı biz yaza bilərdik A üstü 8-in kvadratı kimi. Əgər A üstü 8-i bizə 9 veribsə, deməli, onda 9-un kvadratı eləyir 81. Cavab C bəndi. Eyni qayda ilə 5-cidə. A üstü 9-u 6 verib, A üstü 18 istəyir. A üstü 18-i biz yaza bilərdik. A üstü 9-un kvadratı, o da bizə verir 6-nın kvadratı, yəni 36. Cavab oldu 36. D bəndi. 6-cı. Hansı münasibət doğrudur? Burada qüvvətin xassələrini yadımıza salaq. Qüvvətin xassələri yadımıza gəlirsə, əsasları eyni olan qüvvətləri vurarkən üslər toplanır. Əsasları eyni olan qüvvətləri bölərkən üslər çıxılır. Qüvvəti qüvvətə yüksəldərkən üslər vurulur. Hasilin qüvvəti qüvvətlərin hasilinə bərabərdir. Nisbətin qüvvəti qüvvətlərin nisbətinə bərabərdir. Və bir də bilirdik ki, A üstü 0 1-ə bərabərdir. Yəni, istənilən ədədin 0-cı dərəcədən qüvvəti 1-ə bərabərdir. Deməli, onda biz burada A bəndində üslər eynidirsə, biz burada 4-cü xassəyə görə deyə bilərik ki, onda onu mötərizəyə yığa bilərdik. A bəndində yaza bilərdik, bu 3 vur 8, mötərizənin üstü 5 deməkdir. Yəni, 24 üstü 5, yəni 24 üstü 10 yox, 24 üstü 5 olmalıydı. Deməli, A bəndi səhvdir. B bəndi 3-cü qaydaya görə, 3-cü xassəyə görə qüvvəti qüvvətə yüksəldərkən üslər vurulur. Yəni, burada 28 olmalıydı. 1 yox. Deməli, bu da səhvdir. C bəndində bölərkən üslər çıxılır. Yəni, burada 20 çıx 5. 3 üstü 15 olmalıydı. Bu da səhvdir. D bəndində bölərkən üslər çıxılır və bu 9 üstü 0 deməkdir. 9 üstü 0 isə bilirsiniz 1 deməkdir. 7 üstü 0 da elə 1 deməkdir. Onda belə çıxır ki, D bəndi doğrudur. Y bəndi. Y bəndi də səhvdir. Çünki burada vurarkən üslər toplanmalıydı. Yəni, burada 5 üstü 9 olmalıydı. Y bəndi səhvdir. Eyni qayda ilə 7-ci testdə də cavab verə bilərik.
Yenə də A bəndində 7-ni mötərizə xaricinə çıxartsaq, yəni 2 vur 5 mötərizə üstü 7 yaza bilərik. Bax, bu 4-cü xassəyə görə. Bu isə 10 üstü 7 deməkdir. Deməli, 10 üstü 14 yox, 10 üstü 7. A bəndi doğru deyil. B bəndində bölərkən üstlər çıxılır. 7 üstü 0, 7 üstü 0 da, 5 üstü 0 da hamısı 1-ə bərabərdir. Deməli, B bəndi doğrudur. C bəndində qüvvəti yüksəldərkən üstlər vurulmalı idi. Yəni, burada 2 üstü 35 olmalı idi. C bəndi səhvdir. Bölərkən üstlər çıxılmalı idi. 2 üstü 12 olmalı idi. Bu da səhvdir. Yenə də vurarkən üstlər toplanmalı idi. Burada olmalı idi 5 üstü 10. Deməli, bu da səhvdir. 8-ci testə cavab verək. 8-ci testdə ortaq vuruğu mötərizə xaricinə çıxartsaq, A-B və A-B-nin yerinə 2,2-ni qoyaq və cavab elədi 8,8. Cavab D bəndi. 9-cuda axtarılanda yenə də ortaq vuruq mötərizə xaricinə çıxardıb və mötərizənin cavabını veribsə bizə 6,5-dir. Yerinə qoyuruq, alırıq 32,5. Cavab D bəndi. 10-cu testdə bir hədinin qüvvətini soruşur. Bir hədinin qüvvəti hərfi hissənin üstləri cəmi olduğu üçün üstləri toplayırıq. 3 üstə gəl 7 üstə gəl 3 eləyir 13. Deməli, cavab D bəndi. 11-də mötərizəni açıb sadələşdirib də qoyub yerinə hesablaya bilərik və yaxud da ki, elə bəri başdan C-nin qiymətini yerinə qoya bilərik. Gəlin biz sadələşdirək. 3C üstə gəl 6 çıx 2C. Burada da oxşar hədləri islah eləsək, C üstə gəl 6 və C-nin də yerinə 2 yazsaq, cavab elədi 8. 2 üstə gəl 6, cavab elədi 8. Yəni B bəndi. 12-ci testdə hansı bir hədinin qüvvəti ən kiçikdir? Yenə də hərfi hissənin üstləri cəminə fikir veririk. 10 üstə gəl 2, bunun qüvvəti elədi 12. B bəndində 6 üstə gəl 3 üstə gəl 1 elədi 10, qüvvəti 10-dur. C bəndində 5 üstə gəl 9 elədi 14. D bəndində 7 üstə gəl 6 qüvvəti elədi 13. Y bəndində qüvvəti elədi 15. Bizdən ən kiçiyini soruşurdu. Cavab B bəndi. 13-cü sualda x-in yerinə -1-i qoyaq. Bu zaman fikirləşirik ki, -1-in üstündə tək ədəd olarsa, bunun cavabı -1-dir. -1-in üstündə cüt ədəd olarsa, cavab müsbət 1-ə bərabərdir. Onda 6 cüt olduğu üçün bu müsbət 1-dir. Yəni, oldu 3 vur 1, çıxılsın 11 vurulsun. X kubu, -1-in kubu üstü tək olduğu üçün -1-dir. Üstə gəl 9 vurulsun. X -1-dir. -1 üstü 7 yenə də -1 verir bizə. Bu da bərabərdir. Deməli, oldu nə? 3 üstə gəl 11 çıx 9. 14-dən də 9 çıxanda 5. Cavab oldu D bəndi. 14-cü sualla davam edək. 2A kubu vurulsun 3B kvadratı çıx 2AB üstə gəl A kubu çox hədlisi ilə -3x kvadratı Y kubu bir hədlisinin qüvvətlərin cəmini tapın. Gəlin burada bu hasili cəmi çevirək, yəni çox hədliyə çevirək. Bunun üçün mötərizəni açmalıyıq. Mötərizəni açarkən paylama qanununa görə 2A kubunu mötərizənin içindəkilərin hər birinə vurur. 2A kubunu 3B kvadratına vuranda 6A kubu B kvadratı çıxılsın. 2A kubunu -2AB'yə vuranda 4A üstü 4B. 2A kubunu A kubuna vuranda üstə gəl 2A üstü 6. Bilirik ki, çox hədlinin qüvvəti ona daxil olan bir hədlərin qüvvətlərinin ən böyüyünə deyilir. Alınmış çox hədli standart şəkildə olduğu üçün burada hər bir hədlinin qüvvətini tapıb onlardan böyüyünü seçəcəyik. Birinci bir hədlinin qüvvəti 5-dir, hərfi hissənin üstləri cəmi. İkinci bir hədlinin qüvvəti 5-dir. Yəni də hərfi hissənin üstləri cəmi, üstündə heç nə yoxdursa deməli 1 idi. Və üçüncü bir hədlinin qüvvəti 6 idi. Deməli, onda bu çox hədlinin qüvvəti oldu 6. -3x kvadratı Y kubu çox hədlisinin, bir hədlisinin qüvvəti isə
burada kubdur. Üstləri cəmi, yəni 2 üstəgəl 3 elədi 5. Və bizdən də çox hədli ilə bir hədlinin qüvvətləri cəmini istəyirdi. Yəni 6 üstəgəl 5 elədi 11. Cavab oldu C bəndi. Ardından davam edək. 15-ci testə baxırıq. 15-ci testdə də eyni qayda ilə deməli yazırıq. Bunu çox hədliyə çevirək, mötərizəni açaq. Elə bunun üstündə yazacağım. -4xy çıxılsın 2x kvadratı y üstə gəl 2xy kubu çıxılsın 2x. İndi bu çox hədlinin dərəcəsi neçədir? Bayaqki qayda ilə eləsək, hər bir hədlinin dərəcəsini tapaq. Birinci bir hədlinin -4xy-in dərəcəsi 2. 2x kvadratı y-in dərəcəsi 3. 2xy kubunun dərəcəsi 4. -2x-in dərəcəsi isə 1-dir. Burada ən böyüyü 4 olduğu üçün deməli birinci bu çox hədlinin qüvvəti oldu 4. 4a kubu b bir hədlisinin qüvvəti, yenə də hərf hissənin üstləri cəminə baxırıq. 3 üstəgəl 1 elədi 4. Onda bunların cəmi elədi 8. Cavab B bəndi. 16-cı. 16-nı yazaq bu tərəfdən. 12 üstü 7. Məxrəcdə isə 9-un kubu vurulsun 2 üstü 10. Belə misalları adətən, yəni qüvvətlər daxildə görürük burada, adətən qüvvətin əsasına sadə vurğuların hasili şəklində göstərib, sonra həmin misalları həll etmək daha rahat olur. Biz də 12-ni sadə vurğulara ayırsaq, bilirik ki, 2-nin kvadratı vurulsun 3 deməkdir. 12-nin üstündə 7 var idi, o 7-ni də yazaq bura. 9 isə 3-ün kvadratıdır. 3-ün kvadratı, 9-un üstündə 3 var idi, o 3-ü də yazdıq bura. 2 isə özü sadə olduğu üçün elə sadə yazdıq 2 üstü 10. İndi bayaq təkrarladığımız qüvvətin xassələrinə görə mötərizəni açırıq. Deməli, mötərizənin içindəki hər bir vurğu 7-ci dərəcədən qüvvətə yüksəldirik. 2 üstü 2, bunun da üstündə 7. Bizə verər 2 üstü 14-ü. 3 üstü 7. Məxrəcdə isə olar 3 üstü 6 vurulsun 2 üstü 10. Bu da bərabərdir. İndi burada 2 üstü 14 ilə 2 üstü 10 ixtisar gedər. Qalar 2 üstü 4. 3 üstü 7 ilə 3 üstü 6 da ixtisar gedər. Qalar 3. 3 üstü 1, yəni 3. Məxrəc 1 olduğu üçün onu yazmırıq. 2 üstü 4 bilirik ki 16-dır. 16-nı da 3-ə vuranda elədi 48. Cavab oldu 48 Y bəndi. 17-də. 17-ci testdə yenə də misala baxaq. 4 üstü 5 vurulsun 3 üstü 9. Məxrəcdə isə 6 üstü 8. Burada mürəkkəb olanlar 4 ilə 6-dır. Onları sadə vurğulara ayırsaq. 4 bilirik 2-nin kvadratıdır. 2-nin kvadratı yazaq. Bunun da üstündə 5 var idi. Vurulsun 3 üstü 9. 6 isə 2 vuru 3-dür. Mötərizəyi alıb bunun üstünə 8 yazsaq. Sonra isə mötərizələri açırıq. Qüvvəti qüvvətə yüksəldərkən üstlər vuruldu. Oldu 2 üstü 10. Vurulsun 3 üstü 9. Məxrəcdə isə yenə hasilin qüvvəti qüvvətlərin hasilinə bərabərdir. 2 üstü 8 vurulsun 3 üstü 8. Bundan sonra isə ixtisarlar. 2 üstü 10, 2 üstü 8-ə bölünəndə 2 üstü 2. 3 üstü 9, 3 üstü 8-ə bölünəndə 3 üstü 1. Üst 1 olduğu üçün yazmırıq. Məxrəcdə də 1 qaldığı üçün onu da yazmırıq. 2-nin kvadratı 4, 4-ü də 3-ə elədi 12. Deməli, cavab elədi 12 A bəndi. 18-ci suala baxaq. 18-ci testdə bax uşaqlar, burada çox şagirdlərin səhv elədiyi bir məqam var. Məsələn, -6-nın kvadratı və -6 mötərizədə bunun kvadratı. Bunlar bir-birindən fərqlidirlər. Yəqin ki, siz bunu bilirsiniz. -6-nın kvadratı, burada kvadratın mənfiyə gücü çatmır. Sanki bu -1 vurulsun 6 vur 6 deməkdir.
Yəni bu mənfi 36-dır. Amma mənfi 6-nın kvadratı bu kvadrat mötərizənin içinin hamısına aiddir. Yəni mənfiyə də aiddir. Yəni bu mənfi 6 vurulsun mənfi 6 deməkdir. Bunun da cavabı bilirsiniz müsbət 36-dır. İndi burada da biz o səhvi eləməyək, diqqətli olaq. Mənfi 6-nın kvadratı üstəgəl mənfi 1 üstü 14 üstəgəl mənfi 4-ün kubu. Mənfi 6-nın kvadratı mənfi kənardadır. Bu elədir mənfi 36. Üstəgəl mənfi ədədin tək cüt qüvvəti müsbət eləyir. Ona görə bu da eləyir 1. Mənfi ədədin tək qüvvəti isə mənfi eləyir. Mənfi 4-ün də kubu eləyir mənfi 64. Və bunun da cavabı elədir mənfi 99. Cavab elədir A bəndi. 19-cu suala baxaq. 19-cu sualda mənfi 3 üstü 6 vurulsun 27-nin kubu, məxrəcdə 81 kvadratı vurulsun 243-dür. Biz artıq 81-i, 243-ü, 27-ni 3-ün qüvvəti kimi tanıyırıq. Bilirik ki, 81 3 üstü 4-dür. Onda bunun da üstündə kvadrat var idi, bunu yazaq. 243 isə 3 üstü 5-dir. Mənfi ədədin cüt qüvvəti müsbət olduğu üçün bu elə 3 üstü 6-ya bərabərdir. Yəni mənfi 3 üstü 6 elə müsbət 3 üstü 6-ya bərabərdir. 27 3-ün kubu olduğundan bunun da üstündə bir dənə 3 var, onu da yazdıq. İndi mötərizələri açsaq, 3 üstü 6-nın olduğu kimi yazdıq. 3 kubunun kubu bu eləyir 3 üstü 9 üstlər vuruldu. 3 üstü 4 bunun kvadratı bu 3 üstü 8-dir. Vurulsun 3 üstü 5. Burada da surət bizə 3 üstü 15-i verdi. Üstlər topladıq. Məxrəcdə üstləri topladıq. 3 üstü 13-dür. Bölərkən üstləri çıxırıq. Qaldı 3-ün kvadratı. O isə 9 verir bizə. Deməli, cavab oldu Y bəndi. Baxaq 20-ci testdə. 20-ci testdə misalın özünü köçürtmürəm. Bərabərdir. Dedik ki, mənfi ədədin tək qüvvəti mənfidir. Onda biz mənfi 5 üstü 5-i elə mənfi vurulsun 5 üstü 5 kimi yaza bilərik. 125 5-in kubudur və bunun da üstündə bir dənə də 3 var. 25 5-in kvadratıdır. Bunun da üstündə 4 var idi. 625 isə 5 üstü 4-dür. İndi mötərizələri açsaq, bu mənfini də kəsrin qarşısına verək. Artıq başa düşürük ki, cavab mənfi olacaq. Yəni A bəndi, B bəndi, D bəndi ola bilməz. Cavab ya C-dir, ya da Y-dir. 5 üstü 5-i yazdıq. 5-in kubunun kubu bu artıq bizə 5 üstü 9 verir. 5-in kvadratının üstü 4, 5 üstü 8 verdi. Burada da 5 üstü 4 var idi. Onu da yazdıq. Mənfini unutmayaq. Mənfi. Surət bizə verdi 5 üstü 14-ü. Məxrəc isə verdi 5 üstü 12-ni. Bölərkən üstlər çıxıldı və mənfini yerdən yaddan çıxartmırıq. Qaldı 5 üstü 2. Mənfi 5 üstü 2. Yəni mənfi 25. Cavab C bəndi. 21-ci testdə 21-də bərabərdirdən sonra mötərizəni açmalıyıq. Sadələşdirmə deyirsə, deməli mötərizəni açıb oxşar hədləri islah etməliyik. 2C-ni C-yə vursaq, aldıq 2C kvadratı. 2C-ni 3-ə vursaq, müsbət 6C. İndi burada həm vurub, həm də qarşıdakı mənfi işarəsini nəzərə alırıq. 2C-ni C-yə vursaq, 2C kvadratı, qarşıdakı mənfini də nəzərə alsaq, mənfi 2C kvadratı. 2C-ni 5-ə vursaq, 10C, qabaqdakı mənfi də elədir mənfi 10C. Mənfi 1-i C-yə vursaq, eləyir mənfi C, qarşıdakı mənfi də elədir müsbət C. Mənfi 1-i 5-ə vursaq, mənfi 5, qarşıdakı mənfi elədir müsbət 5. Axırda da çıx 5 var idi. Bunu da yazaq. Burada oxşar hədləri islah eləyək. 2C kvadratı buna oxşarı mənfi 2C kvadratıdır. Bunlar əks hədlər olduğu üçün islah olundu. 6C çıx 10C elədi mənfi 4C. Mənfi 4C'nin də üstünə C gəlsə elədi mənfi 3C. 5 çıx 5 də 0 elədi. Deməli cavab mənfi 3C.
A bəndi. 22-ci suala baxaq. 22-ci sualı yenə bu tərəfdən yazaq. 22-ci sualda yenə eyni qayda ilə mötərizə açmalıyıq. 22-də bərabərlikdən sonrakini yazıram. 2b-ni b-yə vursaq 2b kvadratı. 2b-ni mənfi 1-ə vursaq mənfi 2b çıxılsın. B minus 1 vurulsun B plus 1. Bax, bu bizə müxtəsər vurma eyniliyinə görə B kvadratı çıx 1-i verir. Mənfi 2-ni də vursaq B kvadratı çıx 1-ə eləyər mənfi 2B kvadratı üstə gəl 2. Axırda çıx 2 də var. O da bərabərdir. 2B kvadratı çıxılsın 2B kvadratı. Bunlar islah olundu. Mənfi 2B qaldı. 2 çıx 2 də 0-a bərabərdir. Yəni cavab mənfi 2. Burada da elədi. Mənfi 2B. Bu da elədi Y bəndi. 23-cü sual. Ən kiçiyi 2n plus 1 olan 3 ardıcıl tək ədədin cəmini deyir tabi. Ən kiçiyi 2n plus 1-dirsə, tək ədədlər bilirik ki 2 artır. Onda bundan sonraki olur 2n plus 3. Bundan sonraki 2n plus 5. 2 artdı. Və bu ədədlərin cəmini toplasaq, 2n'ləri topladıq, elədi 6n. Ədədləri topladıq, elədi 9. 6n plus 9. Deməli, cavab oldu C bəndi. 24-cü sualda ən böyüyü 2n minus 1 olan 3 ardıcıl tək ədədin cəmi. Ən böyüyü 2n minus 1-dirsə, bundan əvvələ gəlmək üçün 2 çıxmalıyıq. 2n minus 1-dən də 2 çıxanda qalır 2n minus 3. Bundan əvvələ gedəndə yenə 2 çıxırıq. Qalır 2n minus 5. Və bunların cəmi elədi 6n çıx 9. Yəni cavab oldu A bəndi. 25-ci sual. ABC üstü xətt bilirik ki 3 rəqəmli ədədi bildirir. Çıxılsın BA. Bu fərqi çoxədli şəklində göstərin. ABC-nin açması bilirik ki 100A üstə gəl 10B üstə gəl C deməkdir. Çıxılsın. BA necə açılır? 10B üstə gəl A. Bərabərdir. İndi mötərizəni açarkən ikinci mötərizənin qarşısında mənfi olduğu üçün içindəkilər işarəsini əksinə dəyişir və oxşar hədləri də islah eləyək. Gəlin bir dəfə eləyək. Burada 100A-dan A-na çıxsaq qalır 99A. 10B-dən 10B-ni çıxsaq bunlar artıq gedir və üstə gəl C qaldı. Deməli 99A üstə gəl C. Cavab B bəndi. Eyni qayda ilə 26-cı suala da baxaq. 26-cı sualda ASB üstü xətt çıxılsın CA üstü xətt. Yenə də ASB yüzlüklər mərtəbəsində A, onluqlar mərtəbəsində C, təkliklər mərtəbəsində B-dir. Deməli, bu oldu 100C, 100A daha doğrusu. Üstə gəl 10C, üstə gəl B. Çıxılsın. CA isə 10C üstə gəl A deməkdir. Bərabərdir. Yenə də 100A-dan 1A-nı çıxsaq 99A, 10C-dən 10C-ni çıxsaq gedir və üstə gəl B. Deməli 99A üstə gəl B. Cavab oldu A bəndi. 27-ci suala baxaq. 22 üstü 4 vurulsun 8 üstü 4. Məxrəcdə 121 üstü 2 vurulsun 4 üstü 6. Bayaq dediyimiz qaydaya sadiq qalaraq biz qüvvətin əsaslarını sadə vurğulara ayırırıq. 22 2 vur 11-dir. 8 2-nin kubudur. 121 11-in kvadratıdır. 4 2-nin kvadratıdır. Bunları nəzərə alsaq və sonra isə mötərizəni açaq.
alırıq 2 üstü 11, üzr istəyirəm, 2 üstü 4, vurulsun 11 üstü 4, vurulsun 2 üstü 12, məxrəcdə isə 11 üstü 4, vurulsun 2 üstü 12. Bax, burada 11 üstü 4'lər ixtisar getdi, 2 üstü 12'lər də ixtisar getdi, qaldı 2 üstü 4. Bu isə bilirik ki, 16 eləyir. Cavab A bəndi. 35-ci, 39-cu test. Deməli, yenə də əsasları eyniyə gətirmək olar. 5 üstü 12 olduğu kimi qaldı. 25 5'in kvadratıdır. Bunun da üstündə 7 var. 125 5'in kubudur. Bunun üstündə 8 var. Bərabərdir. Oldu 5 üstü 12. Vurulsun 5 üstü 14. Məxrəcdə isə 5 üstü 24. Bərabərdir. Surət bizə 5 üstü 26'nı verir. Məxrəcdə 5 üstü 24 var. Bölərkən üstlər çıxıldı. Qaldı 5'in kvadratı. O isə 25'dir. Deməli, cavab oldu Y bəndi. 40-cı test. İfadənin deyir, əsası A olan qüvvət şəklində yazın. A üstü 4, mötərizənin üstü 5. Bu bizə A üstü 20'ni verir. Vurarkən A üstü 12'ye üstlər toplanır. Oldu A üstü 32. Cavab B bəndi. 41 də eyni qayda ilə yazırıq. B üstü 16 vurulsun B üstü 5. O isə bizə B üstü 21'i verir. Bu da cavab A bəndidir. 42'də dəyişənlərin verilmiş qiymətlərini axtarılan ifadədə yerinə qoyuruq. Deməli, 3 vurulsun A-nın yerinə -4,2. Çıxılsın 5 vurulsun B-nin yerinə 2,1. Mötərizə bağlandı. Çıxılsın 6 vurulsun C-nin də yerinə 3 qoysa. Belə bir ifadə alırıq. Burada da hesablama aparaq. Təbii ki, birinci vurmaları yerinə yetirməliyik. Olur -12,6. Çıxılsın 10,5. Çıxılsın 18. O da bərabərdir. Mötərizənin içərisi eləyir -23,1. -23,1 çıxılsın 18. Bu da bizə verir -41,1. Yəni cavab oldu D bəndi. 43-cü sual. Yenə də dəyişənlərin verilmiş qiymətlərini nəzərə alsaq, alırıq 3 vurulsun 4,1. Çıxılsın 4 vurulsun -6,1. Mötərizə bağlandı. Çıxılsın 7 vurulsun 3,2. O da bərabərdir. 3'ü 4,1'e vursaq 12,3. Mənfini mənfiyə vuranda üstə gəl. Müsbət eləyir 24,4. Çıxılsın 7 vur 3,2 də eləyir 22,4. Mötərizənin içərisi bizə verir 36,7'ni. 36,7 çıxılsın 22,4. Bu da bizə verər 14,3'ü. Cevap oldu B bəndi. 44-cü testi elə burada üstündə işləyə bilərik. Vurarkən üstlər toplanır. Deməli, bu bərabərdir. A üstü 8 bölünmüş A üstü -3. Bölərkən üstlər çıxılır. 8'dən də -3 çıxsaq eləyir A üstü 11. 8'dən -3 çıxanda 11. Cevab da A üstü 11. 45-ci testi yazaq. 45'də bu bir hədli sadələşdirək. Mötərizəni açaq. Kub içəridəkilərin hər birini kuba yüksəlməliyik. 3'ün kubu elədi 27. A kvadratının kubu elədi A üstü 6. Vurulsun B'nin kubu. Birinci mötərizəni açdıq. İndi ikinci mötərizəni açaq.
Mənfi 3-də 1-in kvadratı elədir 9-da 1. A-nın kvadratı vurulsun B üstü 4. O da bərabərdir. 27 ilə 9 ixtisar getdi, qaldı 3. A-ları yığsaq A üstü 8, B-ləri yığsaq B üstü 7. Deməli, burada qüvvət qarşıdakı qüvvət hərfi hissənin üstləri cəmidir. Yəni 8 üstəgəl 7 elədi 15. Əmsalı isə qarşıdakı ədədi vuruqdur. Yəni 3-dür. Və qüvvət əmsaldan neçə dəfə böyükdür? 5 dəfə böyükdür. 15-i 3-ə böləndə 5 eləyir. Cavab oldu B bəndi. Eyni qayda ilə 46-cı suala da cavab verək. 46-da mötərizəni açsaq, içindəkilərin hər birini kuba yüksəltməliyik. 2-nin kubu 8, A kubunun kubu A üstü 9, B kubunun kubu B üstü 9 vurulsun. Mənfi 2-də 1-in kvadratı 4-də 1, A kvadratının kvadratı A üstü 4, B-nin kvadratı bərabərdir. Yəni birinci 8 ilə 4-ə ixtisar eləsək 2, A üstü 9 vur A üstü 4 elədi A üstü 13, B üstü 9-u B üstü 2-yə vursaq B üstü 11. Deməli, burada yenə də qüvvət hərfi hissənin üstləri cəmi, yəni eləyir 13 üstəgəl 11, da bizə verir 24. Əmsal isə qarşıdakı duran ədədi vuruqdur 2 və qüvvət əmsaldan 12 dəfə böyükdür. 24-ü 2-yə böləndə 12 eləyir. Cavab Y bəndi. 47-ci suala baxsaq, 47-ci sualda deyir ki, n 2 üstü 12 çıxılsın 1-dir. 2 üstü 12-ni biz 2 üstü 6-nın kvadratı kimi görə bilərik. 1 də 1-in kvadratı. Onda müxtəsər vurma eyniliklərinə görə kvadratlar fərqi, bir dəfə özlərinin fərqi vurulsun, özlərinin cəmi. Yəni 2 üstü 6 çıx 1, 2 üstü 6 üstəgəl 1. O da bərabərdir. 2 üstü 6 bilirik 64-dür. 64 çıx 1 vurulsun 64 üstəgəl 1. O isə bizə verir 63 vurulsun 65-i. Bunu hesablamağa ehtiyac yoxdur. A bəndində baxırıq ki, n əgər budursa, yəni n-in yerinə biz 63 vurulsun 65, məxrəcdə də 21 yazsaq, 63 ilə 21 ixtisar gedir, qalır burada 3 vurulsun 65. Deməli, bu tam ədəddir. Yəni, bizdən tam ədəd olmayanını soruşur. A bəndi deyil. B bəndində n-in yerinə yenə də 63 vurulsun 65, məxrəcdə isə 13 yazsaq, 65 13-ə tam bölünür, 5 dəfədir. Deməli, bu 63 vurulsun 5, deməli, bu da tamdır. Cavab bu da deyil. C bəndində n-in yerinə 63 vur 65 yazsaq, məxrəcdə də 45-dir. 63 ilə 45 9-a ixtisar gedər. Qalar burada 5, burada isə 7. O 5 isə məxrəcdəki 5 65 ilə ixtisar gedər və qalar 7 vurulsun, burada 13. Yenə tam ədəd aldıq. Bizdən tam ədəd olmayanını soruşur. Bax, D bəndində isə artıq vurğuların içərisində 11 yoxdur. Deməli, 63 vurulsun 65 bölünmüş 11 kəsri artıq 11 ilə ixtisar olunan yoxdur. Deməli, cavab burada D bəndidir. Eyni qayda ilə 48-də də həmin o ədəddir. Biz burada hansı tam ədəddir soruşursa, deməli 63 vur 65 hansı ilə tam bölünər? Təbii ki, 63 vur 65 tək ədəd olur. Ona görə o heç bir cüt ədədə bölünməz. A bəndi, C bəndi, D bəndi, Y bəndi ola bilməz. Həm də bunlar tam ədədlər ola bilməz. Amma B bəndi tam ədəddir. Çünki 65 ilə 13 ixtisar getsə, qalır burada 63 vurulsun 5. Deməli, cavab burada B bəndi idi. 49-cu sualda 49-da biz müxtəsər vurma eyniliyini tətbiq eləsək, x minus 2 vurulsun x plus 2, bu bizə verir x kvadratı çıx 4-ü. Burada isə x kvadrat plus 4 də var.
onda bu yenə eyni müxtəsər vurma eyniliyinə görə verər bizə x kvadratının kvadratı, yəni x üstü 4 çıxılsın 4-ün kvadratı, yəni 16. Yəni cavab oldu Y bəndi. 50-ci suala baxaq. Yenə də eyni müxtəsər vurma eyniliyinə görə y plus 3 vurulsun y minus 3 bizə verir y-in kvadratı çıx 3-ün kvadratı, yəni 9. Burada isə y kvadratı plus 9 da var. Ona da vursaq, yenə də müxtəsər vurma eyniliyinə görə alırıq ki, y kvadratının kvadratı, yəni y üstü 4 çıxılsın 9-un kvadratı, yəni 81. Deməli, y üstü 4 çıxılsın 81. Cavab A variantı. Böyle birinci sual. Bərabərdir. Yenə də 12-ni və 6-nı sadə vurğulara ayırırıq. Mənfi 3 üstü 4 ilə müsbət 3 üstü 4-ə bərabərdir. 12-ni biz göstərə bilərik. 2-nin kvadratı vurulsun 3 kimi. Mötərizənin də üstündə 2 var. Məxrəcdə 6-nın üstü 4 yazaq əvvəlcə. Sonra 6-nı sadə vurğulara ayırarıq. Deməli, surət oldu 3 üstü 4 vurulsun. Mötərizəni açsaq 2 üstü 4 vurulsun 3 üstü 2. 6 isə özü 3 vur 2 olduğu üçün, onun da üstündə 4 varsa, deməli biz yaza bilərik 3 üstü 4 vurulsun 2 üstü 4. İndi burada ixtisarları görürük. 3 üstü 4 ilə 3 üstü 4 gedir. 2 üstü 4 ilə 2 üstü 4 gedir. Qaldı 3-ün kvadratı. Bu isə 9 verir bizə. Deməli cavab oldu A bəndi. 52-ci sual. 52-ci testdə biz bu mötərizənin kvadratını açıq. 2a kubu çıxılsın 3b kvadratı mötərizənin kvadratı. Müxtəsər vurma eyniliyinə görə necə açılır? Birincinin kvadratı, yəni 2a kubunun kvadratı. Çıxılsın 2 vur birinci, yəni 2a kubu. Vurulsun ikinci, yəni 3b kvadratı. Üstə gəl ikincinin kvadratı, yəni 3b kvadratının kvadratı. Biraz da sadə yazsaq, bu eləyir 4a üstü 6, çıxılsın 12a kubu b kvadratı, üstə gəl 9b üstü 4. 4a üstü 6 burada da var idi, burada da var. Deməli, onda burada k mənfi 12a kubu b kvadratıdır. M isə 9b üstü 4'dür. Bu da hansı variantda var? Bu değil. Cevap oldu C bəndi. 53-cü test eyni qayda ilə, yox, başqadır. 53-də burada elə M çox ədlisini tapın ki, üzərinə bu mötərizəni gələndə bu üç ədlini alaq. Deməli, onda məchul toplananın tapılması qaydasına görə M-i tapmaq üçün 2x kvadratı üstə gəl 6xy çıx 2y kvadratını çıxmalıyıq bu mötərizədəki üç ədlini. Yəni, çıxılsın 3x kvadratı çıxılsın 5xy üstə gəl 1-i. Və mötərizəni açsaq, mötərizəni açarkən içindəki toplananlar öz işarəsini əksinə dəyişir. Böyle 2x kvadrat üstə 6xy çıx 2y kvadratının olduğu kimi yazdıq. Burada mötərizəni açsaq, çıx 3x kvadratı üstə gəl 5xy çıx 1. O da bərabərdir. İndi oxşar hədləri islah eləyək. Burada uşaqlar üzr istəyirəm. Burada
y kvadrat, bəli, düzdür. 2x kvadrat çıx 3x kvadrat. Bu bizə verir mənfi x kvadratını. 6xy müsbət 5xy verdi. Müsbət 11xy. Mənfi 2y kvadratına oxşarı yoxdur, olduğu kimi qaldı və çıxılsın 1. Deməli, mənfi x kvadratı üstə gəl 11xy və bu da eləyir y bəndi. 54-cü sual. 54-cü testə baxaq. 54-də. Yenə də m çox ədlisini tapmaq üçün bu mötərizəni əks işarə ilə digər tərəfə köçürmək lazımdır. Yəni, digər tərəfdəkini yazaq. 4x kvadratı üstə gəl 10xy çıx y kvadratı üstə gəl 3. Bu olduğu kimi qaldı. Üstə gəl bu mötərizə. Bu mötərizənin də qarşısında üstə gəl olduğu üçün mötərizəni ata bilərik, heç nə dəyişmir. Üstə gəl 8xy üstə gəl x kvadratı çıx y kvadratı. Bundan sonra isə oxşar hədlərin islahı gəlir. 4x kvadratına oxşarı x kvadratdır. Onda o bizə verir 5x kvadratını. Müsbət 10xy-ə oxşarı 8xy-dir. Bu da bizə verir 18xy. Mənfi y kvadratı ilə mənfi y kvadratı verər bizə mənfi 2y kvadrat. Və müsbət 3-ə də oxşarı yoxdur, olduğu kimi qaldı. 5x kvadrat üstə gəl 18xy çıx 2y kvadratı üstə gəl 3. Cavab B bəndi. 55-ci suala baxaq. 55-də bax 6 çıxılsın 2x-i burada da görürük, burada da görürük. 7 çıx 4x-i da burada da görürük, burada da görürük. Nəyisə eyni çox görəndə onu yeni bir dəyişən kimi ifadə eləyək. Bax 6 çıx 2x-i mən böyük bir A desəm, onda bu olur mənim üçün A-nın kvadratı. Çıxılsın 2 vur A. 7 çıx 4x-a da bir B deyək. Üstə gəl, bu da onda olur B-nin kvadratı. Bu müxtəsər vurma eyniliyi deyilmi? Bu elə A çıxılsın B mötərizənin kvadratı deməkdir. Və indi yenidən A-nın yerinə A bizdə 6 çıx 2x idi. Deməli, onda oldu. A-nın yerinə 6 çıx 2x mötərizəsini yazaq. Çıxılsın B-nin də yerinə 7 çıx 4x mötərizəsini yazaq. Mötərizənin kvadratı. İndi içəridəki mötərizələri açsaq, alırıq 6 çıx 2x, çıxılsın 7, üstə gəl 4x mötərizənin kvadratı. Burada oxşar hədləri islah eləyək. Müsbət 4x ilə mənfi 2x verir bizə 2x-i. 6 çıx 7 də eləyər mənfi 1. Deməli, 2x çıx 1 mötərizənin kvadratı. Burada bilirik ki, əks ifadələrin kvadratları bərabərdir. Yəni, biz bunu yaza bilərdik 1 çıx 2x mötərizənin kvadratı kimi. Ona görə cavab oldu B bəndi. 56-da eyni qayda ilə, əgər biz 5 çıx 4x-a bir A desək, 2 buna A dedik, 2x plus 2-yə də bir B desək, onda ortada oldu 2 vur B. İlk toplanan bizim üçün A-nın kvadratıdır. Axırdakı toplanan isə B-nin kvadratıdır. Deməli, eyni qayda ilə yenə də bu A üstə gəl B mötərizənin kvadratı verdiyi üçün biz onda 56-cı testi belə yaza bilərdik. A-nın yerində 5 çıx 4x-dır. 5 çıx 4x mötərizədə. Üstə gəl B-nin də yerində 2x plus 2-dir. Mötərizənin kvadratı. Burada içəridəki mötərizələri atmaq olar. Heç nə dəyişməyəcək. Çünki mötərizənin qarşısında toplama və yaxud da ki, heç bir işarə yoxdursa, deməli, mötərizəni açarkən işarələr dəyişmir. Və sonra oxşar hədləri islah eləyək. Mənfi 4x-a oxşarı müsbət 2x-dir. Bu bizə verdi mənfi 2x-i.
5 üstəgəl 2, bu da elədi 7. Deməli 7 çıx 2x mötərizənin kvadratıdır. 7 çıx 2x mötərizənin kvadratı isə D bəndindədir. 57-ci sual. 57-ci testi baxaq. Mənfi a kvadrat üstəgəl 5a üstəgəl 1 ifadəsinin ən böyük qiymətini tapın. Uşaqlar, bu kvadrat üçədlidir və yadımıza salaq ki, ax kvadratı üstəgəl bx üstəgəl c kvadrat üçədlisindən 2 ədlinin kvadratını ayırdıqda, o a vurulsun x minus m mötərizənin kvadratı plus n şəklinə gətirdikdə, burada həmin bu n, əgər a müsbət olarsa, onda ən kiçik qiymətli n, a mənfi olarsa, ən böyük qiymətli n. N-in də düsturu mənfi d böl 4a-dır. Yəni, hər iki halda. Mənfi d böl 4a. Deməli, bizdən kvadrat üçədlidə ən böyük və yaxud ən kiçik qiymət soruşursa, həmin bu n-i tapmaq lazımdır. N-in də düsturu, dediyimiz kimi, mənfi d böl 4a-dır. D də burada diskriminantdır. Bilirsiniz ki, D diskriminant b kvadratı çıxılsın 4ac düsturu ilə hesablanır. İndi gəlin burada bunu eləyək. Deməli, n bərabərdir. N bərabərdir mənfi d bölünmüş 4a. Diskriminantı hesablasaq, diskriminant b kvadratı çıx 4ac-dir. Bunu artıq silək buradan. Bax, bizdə a mənfi a kvadratı üstəgəl 5a plus 1-dirsə, burada a-nın yerində bu a deyil. Yəni, bunun əmsalı olan a-dır. Mənfi 1-dir, b-nin yerində 5-dir, c-nin də yerində 1-dir. Deməli, onda oldu 25 çıxılsın 4 vurulsun mənfi 1 vurulsun 1. Bu da bizə verir 29-u. Deməli, oldu mənfi 29 bölünmüş 4 vur mənfi 1. O da verir 29 böl 4. O isə 7 tam 4'də 1. Yəni 7 tam %25 verdi. Cevap oldu B bəndi. 58'də daha çox danışmayacağım. Daha çox izahat verməyəcəm. Burada bu ifadənin ən kiçik qiymətini soruşursa, deməli n-i soruşur. N də bərabərdir mənfi d böl 4a. Diskriminantı ayrıca hesablayaq. Deməli, burada birinci əmsal 1-dir, ikinci əmsal o da 1-dir, sərbəst hədd isə mənfi 6-dır. Oldu b kvadratı, yəni 1 çıxılsın 4 vurulsun, 1 vurulsun mənfi 6. Bu da bizə verir nəyi? 25'i. Deməli, diskriminant 25'dir. Onda burada n-i hesablaya bilərik. N də bərabərdir. Mənfi 25 bölünmüş 4 vurulsun 1. Mənfi 4'də 25, yəni mənfi 6 tam 4'də 1. 6 tam %25'də deyə bilərik. Cevap oldu. Mənfi 6 tam %25 C bəndi. 59-cu sual. 59-cu testdə vurub açırıq. 3a-nı 5'ə vursaq 15a, 3a-nı 2a-ya vursaq 6a kvadratı, mənfi 2-ni 5'ə vursaq mənfi 10, mənfi 2-ni müsbət 2a-ya vursaq mənfi 4a. Burada mötərizənin qarşısındakı mənfi var, ona görə açırıq. Mənfi 6a kvadratı üstəgəl 10. Bu da bərabərdir. İndi oxşar hədləri islah edək. 15a çıxılsın 4a. Bu bizə verir 11a-nı. Müsbət 6a kvadratı mənfi 6a kvadratı ilə islah olunur. Mənfi 10 da müsbət 10 ilə islah olunur. Deməli, cavab 11a-dır. Bu da cavab oldu B bəndi. Ardına baxaq. 60-cı sual. 60'da bax, burada biz 3x çıx 2y kvadratında bu mənfini mötərizənin içinə verək və yaxud da ki, bu mötərizənin içərisindən mənfini çıxartsaq 2y kvadratı çıx 3x deməkdir bu.
Bu mənfi də bu mənfini müsbət eləyər. Deməli, bizdə nə aldıq? Bərabərlikdən sonra 3x minus 2y kvadratı mötərizənin kvadratı, üstə gəl 2y kvadratı, üstə gəl 3x vurulsun 2y kvadratı, çıxılsın 3x. Sonra üstə gəl 2 də var idi. O da bərabərdir. İndi müxtəsər vurma yeniliklərini tətbiq eləyək. Mötərizənin kvadratını açanda 3x-in kvadratı elədir 9x kvadratı, çıxılsın hasilin 2 misli. Hasil elədir 6xy kvadratı, 2 misildə elədir 12xy kvadratı. Üstə gəl 2y kvadratının kvadratı, yəni 4y üstü 4. Burada isə kvadratlar fərqi kimi açılır. 2y kvadratının kvadratı, yəni 4y üstü 4 çıxılsın 3x-in kvadratı, yəni 9x kvadratı. Axırda da üstə gəl 2 var idi. İndi oxşar hədləri islah eləsək, burada bizə verir. Deməli, 9x kvadratına oxşar yoxdur, yox var. 9x kvadratı çıxılsın 9x kvadratı. Bunlar getdi, islah olundu. Sonra mənfi 12x y kvadratına oxşarı yoxdur, qaldı. Müsbət 4y üstü 4, bu da müsbət 4y üstü 4. Bunlar oxşarlar. Bu bizə verir 8y üstü 4'ü. Və sonda da üstə gəl 2 var idi. Deməli, cavab oldu 8y üstü 4 çıx 12x y kvadratı, üstə gəl 2. Yəni cavab oldu C bəndi. 61-ci suala baxaq. 61-də müxtəsər vurma eyniliyinə görə açırıq mötərizələri. İlk iki mötərizənin hasili kvadratlar fərqi. A kubunun kvadratı, yəni A üstü 6 çıxılsın B kvadratının kvadratı, yəni B üstü 4 çıxılsın. Burada mötərizəni açıb həm də qarşıdakı mənfiyə görə dəyişərik. Deməli, mötərizəni açsaydıq, bu olurdu A üstü 6 çıxılsın bunların hasilinin 2 misli, yəni 6 A kubu B kvadratı. Üstə gəl 3B kvadratının kvadratı, yəni 9B üstü 4. İndi bu mötərizənin qarşısında mənfi var, ona görə hamısının işarəsini əksinə dəyişib yazırıq. Çıxılsın A üstü 6, üstə gəl 6 A kubu B kvadratı, çıxılsın 9B üstü 4. Sonda da çıxılsın 3 var idi. Bu da bərabərdir. A üstü 6 çıx A üstü 6 islah olunur. Mənfi B üstü 4, bu da mənfi 9B üstü 4, elədi mənfi 10B üstü 4. Mənfi olduğu üçün bunu yazaq burada. 6A kubu B kvadratına oxşar yoxdur, onu yazaq əvvəldə, müsbətdir. Və sonda çıxılsın 3 də var idi. Deməli, onda cavab 6A kubu B kvadratı çıx 10B üstü 4 çıx 3, yəni C bəndidir. 62-ci sual. 62-ci sualda yenə də A üstə gəl 1-i çox gördük. A üstə gəl 1-ə bir dənə bir x desəydi, onda bu elə bil x kubu çıxılsın 3x kvadratı, üstə gəl 3x çıx 1'dir. Bu isə mənə kubların, mötərizənin kubunu, fərqin kubunu xatırlatmalıdır. Deməli, bu x minus 1 mötərizəsinin kubudur. İndi x deyil, a plus 1'dir. Mən də yazıram a plus 1 çıx 1. Bunun kubu. İçəridəki bu balaca mötərizəni, kiçik mötərizəni atsam, onda müsbət 1 ilə mənfi 1 də islah olunur, qalır a-nın kubu. Əgər bunu görmədiksə, bir-bir mötərizələri müxtəsər vurma eyniliyinə görə açırıq, sonra oxşar hədləri islah edirik. Cavab oldu Y bəndi. Hər iki halda cavabı gəlirdiniz. 63-cü. 2x minus 3a'dır, 2x plus 3 isə b'dir. Və bizdən 2x kvadrat çıx 3 bərabərdir 0 olarsa, AB hasilini soruşur. Gəlin deyək. AB hasili
Bu deyilənə görə A-nın yerinə 2x minus 3, B-nin də yerinə 2x plus 3 qoysam, bu mənə müxtəsər vurma eyniliyinə görə verir 4x kvadratı çıx 9-u. Axı, buradan 2x kvadratı bərabərdir 3 almaq olur. Onda 2x kvadratı 3-dürsə, bunu da hər tərəfini 2-yə vursam, alıram 4x kvadratı bərabərdir 6-ya. Onda burada 4x kvadratının yerinə 6-nı qoysam, 6 çıx 9. Bu da eləyir -3. Cavabı elədir D bəndi. 64-cü testdə deyir, bu ifadələri müqayisə edin. Əvvəlcə həmin o ifadələri daha sadə çoxədliyə çevirək. A bərabərdir, mötərizəni vurub açsaq, A kvadratı çıx 9A üstə gəl 6A çıx 54. Yəni A kvadratı çıx 3A çıx 54. Eyni qayda ilə B-ni də vuraq açaq. A-nı A-ya A kvadratı çıx 14A üstə gəl 11A çıx 154. Bu da bərabərdir. A kvadratı çıx 3A çıx 154. İndi elə buradan da müqayisədən görürük ki, B, yəni bu B-ni yazmaq olardı ki, A kvadratı çıx 3A, A kvadratı çıx 3A çıx 54, bir də çıxılsın 100. Yəni bu mötərizə bizə A-nı verdi. A çıx 100. Deməli B A çıx 100-ə bərabərdirsə, deməli onda hansı böyükdür? A böyükdür. Yəni A-dan B-ni çıxanda 100-ə bərabərdir. Buradan da alırıq ki, A B-dən böyükdür. Cavab C bəndi. 65. Ümumiyyətlə, iki ifadəni müqayisə edərkən onların fərqini qiymətləndirmək lazımdır. Əvvəlcədən də o fərqi yazıb qiymətləndirmək olardı. 65-ə baxaq. Yenə də A-nı vuraq açaq, çoxədliyə çevirək yəni. A kvadratı üstə gəl 7A çıx 8A çıx 56, sadələşdirsək A kvadratı çıx A çıx 56. B. Vuraq A kvadratı çıx 11A üstə gəl 10A çıx 110. Sadələşdirsək A kvadratı çıx A çıx 110. Yenə də elə fərqi qiymətləndirək. A çıx B fərqi bərabərdir. Elə burada alt-alta çıxsam bu kvadrat üçədliləri A kvadratından A kvadratı islah olunar. Mənfi A-dan da çıxsam mənfi A-nı 0 verər. Mənfi 56 çıx 110 isə verər mənə mənfi 56 üstə gəl 110-u, yəni müsbət 54-dür. Müsbət 54-dür. Əgər bir ifadədən digər ifadəni çıxıb müsbət ədəd almışamsa, deməli birinci ifadə ikinci ifadədən böyükdür. Yəni A B-dən böyükdür. Cavab C bəndi. 66-cı suala baxaq. 66-da mötərizənin içərisində y çıx x görürəm. Əgər x çıx y 0,9-dursa, onda y çıx x bunun əksi, yəni mənfi 0,9-dur. Deməli, onda 66-da bu ifadələrin qiymətlərini yerinə qoysaq, həmin bu ifadə bərabər olacaq. X minus y deyir 0,9-dur. Üstə gəl, 3-də 1 vurulsun. Y çıx x-i də indicə aldıq ki, bu mənfi 0,9-dur. Yəni 0,9, burada da cavab mənfi 0,3 alınır.
0,9'dan da 0,3 çıxanda qaldı 0,6. Yəni burada cavab elə 0,6 elədi. Cevap 0,6. 67. sual. X plus Y 0,6'dırsa, onda mənfi X minus Y yenə bunun əksi mənfi 0,6'dır. Yəni, biz həmin ifadəni X plus Y-in yerinə 0,6. Burada isə çıxılsın 2'də 1 vur 0,6 yaza bilərik. O da bərabərdir. 0,6 çıxılsın 0,3. Cevap 0,3. Yani burada da cevap oldu 0,3. 68. sualda. Burada isə həmin bu ifadənin mötərizəni açıb sadələşdirməyimiz daha yaxşı olar. Bu ifadə bərabərdir. Təsəvvür meyniliyinə görə x kvadratı çıx 10x üstə gəl 25 çıxılsın x-i bu mötərizəyə vursaq 10x çıx x kvadratı. Deməli, mənfi 10x müsbət mənfi 10x-la mənfi 10x bu bizə verdi mənfi 20x-i. Hər ikisində mənfi idi. Amma x kvadratlar islah olundu. Deməli, oldu mənfi 20x üstə gəl 25. İndi x-in yerinə mənfi 20'də 1'i qoya bilərik. Mənfi 20 vurulsun. Mənfi 20'də 1 üstə gəl 25. Qarşılıqlı tərs ədədlərdir. Onların hasili 1'ə bərabərdir. 1 üstə gəl 25 isə elədi 26. Deməli, burada cavab oldu 26. 69. sual. 69. testdə nə alırıq? Yenə də həmin bu ifadəni, mötərizəni açıb sadələşdirək. Nöqtəsəl vurma eyniliyinə görə 4 çıxılsın 4c üstə gəl s-nin kvadratı çıxılsın. Bunda mötərizəni vurub açsaq s kvadratı çıx 4c. Oxşar hədləri islah eləsək s kvadratlar islah olunar. Qalar 4 çıxılsın 8c. İndi s-nin qiymətini yerinə qoysaq, mənfi 8'də 1'i qoysaq yerinə, alarıq ki 4 üstə gəl 1, yəni 5. Deməli, burada da cavab oldu 5. 70. testə baxaq. 70. testdə a kvadratı üstə gəl 2ab üstə gəl b kvadratı bizə müxtəsər vurma eyniliyini verir. Biz onun yerinə a üstə gəl b mötərizənin kvadratını yaza bilərik. Çıxılsın. Bu 2 dənədən də mənfi 7'ni çıxarsaydı mötərizə xaricinə, içəridə a üstə gəl b qalardı. Üstə gəl 1. Deməli, a əgər 4,13'də 5, b də 2,13'də 8'dirsə, onda a üstə gəl b-ni hesablayaq. 4,13'də 5'in üzərinə 2,13'də 8 gəldikdə, bu bizə verir 6,13'də 13, yəni 7 tam. Onda burada a plus b-nin yerinə 7 yazsaq, alırıq 7'nin kvadratı, çıx 7 vur 7, üstə gəl 1. 7 vur 7 ilə 7'nin kvadratı deməkdir. 7'nin kvadratından da 7'nin kvadratının çıxanda 0 qalır. Deməli, cavab qaldı 1. Yəni, 70'də cavab oldu 1. 71'də eyni qayda ilə həmin ifadəni sadələşdirək. Sadələşdir deyəndə müxtəsər vurma eyniliklərini görək burada. A kvadratı çıx 2ab üstə gəl b kvadratı. Bu bizə a minus b mötərizənin kvadratını verir. Digər 2 toplanandan mənfi 3'ü mötərizə xaricinə çıxarsaq, içəridə a çıx b qalar. Və üstə gəl 2 də var. Bərabərdir. İndi bizə a çıx b lazımdır. Əgər a 1,7'də 3, b də mənfi 1,7'də 4'dürsə, onda a çıx b olur 1,7'də 3, çıxılsın mənfi 1,7'də 4, çıx üstə gəldi, üstə gəl 1,7'də 4, bu isə bizə verir 2,7'də 7, yəni 3 tam. Deməli, bu mötərizənin cavabı 3'dür. Onda oldu 3'ün kvadratı, çıx 3 vur 3, üstə gəl 2. Yenə də 9 çıx 9, 0 verdi, cavab 2. Yəni, burada da cavab 2 qaldı. 72. test. 72'də
8, 4 bunlar 2'nin qüvvətidir. Elə də görək. Bərabərdirdən sonra 8'in yerinə 2'nin kubu. Mötərizənin üstündə 5 var. Üstə gəl 2 üstü 18. Məxrəcdə də 9 vurulsun 4 2'nin kvadratıdır. Bunun da üstündə 6 var. Bərabərdir. İndi qüvvəti qüvvətə yüksəldərkən üstlər vuruldu. Oldu 2 üstü 15. Üstə gəl 2 üstü 18. Məxrəcdə də 9 vurulsun 2 üstü 12. Surətdən ortaq vuruq çıxartırıq. Üstü kiçik olanı mötərizə xaricinə çıxartırlar. 2 üstü 15'i çıxartsaq mötərizə xaricinə. İçəridə qalır 1, üstə gəl 2'nin kubu. Məxrəc isə 9 vurulsun 2 üstü 12'dir. Bu mötərizənin cavabı 1 üstə gəl 8, yəni 9 eləyir. O 9 məxrəcdəki 9 ilə gedər. 2 üstü 15'i də 2 üstü 12'yə bölsək, qalır 2'nin kubu. Yəni cavab 8. Deməli 72'də cavab oldu 8. 73'də. 73'də yenə də 4'ü və 49'u qüvvət kimi görək. 4 2'nin kvadratıdır. Deməli oldu 2'nin kvadratı bunun üstündə 5. 49 7'nin kvadratıdır. 7'nin kvadratı bunun üstündə 7. Məxrəcdə isə 2 üstü 8 var. Vurulsun 7 üstü 13 var. Bərabərdir. Mötərizələri açsaq, surətdə 2 üstü 10 vurulsun 7 üstü 14. Məxrəcdə isə 2 üstü 8 vurulsun 7 üstü 13 var. Yenə də ixtisara baxaq. 2 üstü 10 ilə 2 üstü 8 ixtisar gedər. Qalar 2'nin kvadratı surətdə qalır. Vurulsun 7 üstü 14 ilə 7 üstü 13. Yenə də ixtisar getsə, yəni bölərkən üstlər çıxıldı, qaldı 7. 7 üstü 1, yəni 7. O da bərabərdir. 4 vur 7, yəni 28. Deməli, burada da cavab oldu 28. 74-cü testdə baxaq. Deyir, M1 və M2 bir hədlərinin cəminin dərəcəsi. Deməli, M1 üstə gəl M2'nin dərəcəsi 18'dir. M1'in dərəcəsi 6'dır. Biz bilirik ki, 2 bir hədini toplayarkən 2 hədli alırıq. Əgər oxşar hədlər deyillərsə 2 hədli alırıq. Və əgər bunların dərəcələri 18'dirsə, onda çox hədinin dərəcəsi ona daxil olan bir hədlərin dərəcələrinin ən böyüyünə deyilir. Madam M1'in dərəcəsi 6'dırsa, deməli bu 2'dən alınır ki, sən demə M2'nin dərəcəsi elə 18 imiş. Və bizdən də elə M2'nin dərəcəsini soruşurdu. Deməli cavab oldu 18. 75-ci suala baxaq. 75-ci sualda x və y-i verib x kvadrat çıx y kvadratını istəyir. X kvadratı çıx y kvadratı deyən kimi o saat müxtəsər vurma eyniliklərini yadımıza salırıq ki, bu x minus y vurulsun x plus y deməkdir. Əgər x 3 üstü 15 üstə gəl 3 üstü mənfi 15, y də 3 üstü 15 çıxılsın 3 üstü mənfi 15'dirsə, onda bunları yerinə qoysaq, deməli 3 üstü 15 üstə gəl 3 üstü mənfi 15, bu x-in yerinə yazdıq, çıxılsın y. Deməli, əgər bunu çıxırıqsa, onda işarələrini əksinə dəyişəcək. 3 üstü 15 üstə gəl 3 üstü mənfi 15 olur. Vurulsun. Digər mötərizədə də bunların cəmi. Bunları da toplayanda 3 üstü 15 üstə gəl 3 üstü mənfi 15 üstə gəl 3 üstü 15 çıx 3 üstü mənfi 15. İndi hər bir mötərizənin içərisində baxırıq ki, 3 üstü mənfi 15 ilə 3 üstü 15 çıxılsın 3 üstü 15. Əks ədədlərin cəmi 0'dır. Birinci mötərizədə oldu 2 vurulsun 3 üstü mənfi 15. İkinci mötərizə isə burada 3 üstü 15 üstə gəl 3 üstü 15 bu bizə verir 2 vur 3 üstü 15. 3 üstü mənfi 15 ilə çıxılsın 3 üstü
mənfi 15 də 0 verdi. Deməli, bu ifadənin qiyməti buna bərabərdir. Burada da 2-ni 2-yə vursaq 4, 3 üstü mənfi 15 ilə 3 üstü 15-in də hasili 3 üstü 0. Üstü 0 da o 1-ə bərabərdir, oldu 4. Yəni, burada cavab 4 alındı. 76-cı suala baxaq. 76-da yenə də eyni qayda ilə x kvadrat çıx y kvadratla soruşur. Gəlin biz əvvəlcədən x minus y-i hesablayaq. X minus y, yəni 5 üstü 17 üstə gəl 5 üstü mənfi 17 çıxılsın 5 üstü 17 çıx 5 üstü mənfi 17 bərabərdir. Mötərizəni açanda 5 üstü 17 ilə 5 üstü 17 fərqi 0-a bərabərdir. 5 üstü mənfi 17 çıx mənfi 5 üstü 17, mənfi 5 üstü mənfi 17. Bu bizə verəcək 2 vur 5 üstü mənfi 17-ni. X üstə gəl y isə 5 üstü 17 üstə gəl 5 üstü mənfi 17 üstə gəl, burada mötərizəni yazmasaq da olar. Çıxılsın 5 üstü mənfi 17. Burada 5 üstü mənfi 17-lər cəmi 1-i müsbətdir, 1-i mənfidir. Cəmi 0 verdi. 5 üstü 17 ilə 5 üstü 17-nin də cəmi elədi 2 vur 5 üstü müsbət 17. Onda x kvadrat çıx y kvadrat. Elə x minus y vurulsun x plus y-dir. Yəni 2 vur 5 üstü mənfi 17 vurulsun 2 vur 5 üstü müsbət 17-dir. O da bizə verir 4-ü. Çünki 5 üstü mənfi 17 ilə 5 üstü müsbət 17 yenə tərs ədədlərdə deyə bilərik və yaxud da ki, hasili 5 üstü 0-dır, o da 1-ə bərabər idi. 4-ə də vurulanda cavab 4 oldu. Deməli, burada da cavab 4-dür. 77-ci suala baxaq. 77-ci sualda burada yaza bilərik elə. Bir hədinin qüvvəti deyir 13-dür. Bir hədinin qüvvəti hərfi hissənin üstləri cəmdir. X-in üstündə 1 var, Y-in üstündə 5, Z-in də üstündə n plus 1. Deməli, 1 üstə gəl 5 üstə gəl n plus 1 bu bərabərdir 13-ə. Onda buradan alırıq ki, 7 plus n 13-dürsə, n də bərabərdir 6-ya. n 6-dır. Onda bu bir hədlinin qüvvəti olar 2 üstə gəl B-nin üstündə 1-dir. N də 6 olduğundan 6 çıx 1, 5. Deməli, 2 üstə gəl 1 üstə gəl 5. Bu da bizə verir 8-i. Deməli, burada da cavab oldu 8. 78-ci suala baxaq. 78-də bu bir hədinin qüvvəti deyir 20-dir. Yenə də hərfi hissənin üstləri cəminə baxaq. X-in üstündə 1-dir. Deməli, 1 üstə gəl 2 üstə gəl 2n plus 1 bu bərabərdir 20-yə. Buradan da alırıq ki, 2n üstə gəl 4 bərabərdir 20-yə. 2n bərabərdir 16-ya. Deməli, n bərabərdir 8-ə. n 8-dirsə burada yerinə qoysaq, həmin bu bir hədli oldu 3ab kubu c üstü 9. Bunun da qüvvəti hərfi hissənin üstləri cəmi, yəni 1 üstə gəl 3 üstə gəl 9 verdi bizə 13-ü. Deməli, burada da cavab oldu 13. 79-cu suala baxaq. Deməli, məxrəcdə 49-u 7-nin kvadratı kimi göstərək. 7-nin kvadratı, bunun da üstündə 12 var. Surətdən isə 7-nin üstü kiçik olanını çıxartaq. Yəni 7 üstü 25-i çıxartaq mötərizə xaricinə. İçəridə qalır 2 vur 7 çıx 5. Bərabərdir. Məxrəc bizə 7 üstü 14-ü verir. Surətdə 7 üstü özür istəyirəm 7 üstü 24. Surətdə isə 7 üstü 25 vurulsun. Mötərizənin cavabı da 2 vur 7, 14, 14-dən də 9 çıxsa, 14-dən də 5 çıxsaq 9. Deməli, o da bərabərdir. Burada 7 üstə 25 ilə 7 üstə 24 gedir, qalır bir dənə 7, vurulsun 9. Bizə verir 63-ü.
Cevab oldu 63. 80-ci suala baxaq. Nöqtəsər vurma yeniliyini görürük. Bax, burada bu x plus y mötərizənin kvadratıdır. Bu iki dənədən isə -4'ü çıxartsaq, içəridə qalır yenə x üstəgəl y. Deməli, onda x üstəgəl y hesablayaq. X üstəgəl y burada olur 3 tam 8'də 3'ün üstünə 2 tam 8'də 5 gələndə eləyir 5 tam 8'də 8, yəni 6 tam. Onda biz x plus y-in yerinə elə 6 qoyaq. Alırıq 6'nın kvadratı, çıx 4 vur 6. Yəni 36 çıxılsın 24, o da eləyir 12. Cevab elədi 12. 81-ci suala cavab vermək üçün biz əvvəl həmin o bir hədini sadələşdirək, yəni onu standart şəklə gətirək. Mötərizəni açaq. 0,4'ü biz adi kəsir kimi göstərib 10'da 4. Onu da ixtisar eləsək 5'də 2. 5'də 2'nin kvadratı isə 25'də 4'dür. Vurulsun x üstü 4, y üstü 10. Vurulsun burada da 8'də 1 x kvadrat, y üstü 4 var. İndi burada 25'də 4'ü 8'də 1'ə vurduqda 4'dən 8 ixtisar gedir. Məxrəcdə 2 qalır. 25'i də 2'yə vursaq 50. Məxrəcdə 50, surətdə 1. Deməli 50'də 1. X-ları yığsaq, x üstü 4'ü x kvadratına vursaq x üstü 6. Y-lər isə bizə y üstü 14 verir. İndi bunun qüvvəti, bu bir hədinin qüvvəti olur hərfi hissənin üstləri cəmi, yəni 6 üstəgəl 14. Bu da bizə verir 20'ni. Əmsalı isə qarşıdakı ədədi vuruq, yəni 50'də 1. İndi qüvvət əmsaldan neçə dəfə böyükdür? Bu suala cavab vermək üçün qüvvəti, yəni 20'ni bölürük 50'də 1'ə. 50'də 1'ə bölmək isə elə onun tərsinə, yəni 50'yə vurmaq deməkdir. Deməli 20 vur 50, bu isə eləyir 1000. Deməli 1000 dəfə böyükdür. 82-ci sual. 82-ci sualda nə yaza bilərik? Bu bir hədinin dərəcəsidir 15 olarsa, n-i tapın. Bir hədinin dərəcəsi hərfi hissənin üstləri cəmidir. Yəni 5 üstəgəl n üstəgəl 2, bu bərabərdir 15'ə. Buradan da alırıq ki, n üstəgəl 7 15'dir. Deməli, onda n bərabərdir 8'ə. Cevab 8. 83. 6x üstü 6 vurulsun 9 a üstü n plus 1 bir hədlisinin dərəcəsi 16 olarsa, yenə də bir hədlinin dərəcəsi hərfi hissənin üstləri cəmi. Yəni 6 üstəgəl n plus 1, bu bərabərdir 16'ya. Buradan da alırıq ki, n bərabərdir 16 çıx 7, yəni 9. Deməli, burada cavab oldu 9. 20 üstü n bölünmüş 2 üstü 2n plus 1 vurulsun 5 üstü n minus 1 kəsirini ixtisar edin. Yenə də biz 20'ni sadə vurğulara ayıraq. 2'nin kvadratı vurulsun 5 deməkdir. Bunun da üstündə n var. Məxrəc isə elə 2 üstü. Hətta bunu da parçalaya bilərik. 2 üstü 2n vurulsun 2 üstü 1 vurulsun. Bunu da 5 üstü n vurulsun 5 üstü mənfi 1 kimi yaza bilərik. Bərabərdir. Onda surətdə mötərizələri açsaq 2 üstü 2n vurulsun 5 üstü n. Məxrəcdə 2 üstü 2n vurulsun 2 vurulsun 5 üstü n vurulsun 5 üstü mənfi 1. 5 üstü mənfi 1 də bilirik 5'də 1 deməkdir. Onu surətdə də yazmaq olar. 5 üstü mənfi 1 surətə 5 üstü 1 kimi köçür. Onda indi ixtisarlara baxsaq 2 üstü 2n-lə 2 üstü 2n getdi. 5 üstü n-lə 5 üstü n ixtisar getdi. Surətdə qaldı 5, məxrəcdə qaldı 2. Yəni cavab 2,5. 85-ci sual. 85-ci sualda bizə deyir bu ifadənin ən kiçik qiymətini tapın. Yenə də kvadrat 3 ədli görürük, yenə n-lə gəlmək olardı, amma bu dəfə daha sadə eləyək. Bu 29'u biz əgər 25 üstəgəl 4 kimi göstərsək, 29'un yerinə 25 üstəgəl 4 yazsaq,
Onda x kvadratı üstəgəl 10x üstəgəl 25 bizə verər x üstəgəl 5 mötərizənin kvadratına və üstəgəl 4, sonra mötərizənin kvadratı üstəgəl 17. Bu ifadənin ən kiçik qiymətini istəyirsə, biz bilirik ki, ifadənin ən kiçik belə misallarda ifadənin ən kiçik və yaxud ən böyük qiymətini nəyin hesabına tapmaq olur? O kvadratın 0 olması. Bax, burada lap içəri mötərizədə x plus 5 mötərizəsinin kvadratı 0 ola bilir. Yəni, əgər biz burada x-in yerinə -5 yazsaq, bu mötərizə 0-a gedər. Və o, deməli, kvadrat 0-dan aşağı düşə bilmir. O 0 olsa, onda qalır burada 4-ün kvadratı üstəgəl 17. Yəni, eləyir 16 üstəgəl 17. Bu da bizə verir 33-ü. Deməli, bu ifadənin ən kiçik qiyməti 33-dür. 86-cı sual. 86-cı sualda yenə də eyni qayda ilə biz burada 13-ü, bu 6-nın yarısı kvadratı 9 üstəgəl 4 kimi göstərsək, onda x kvadratı çıx 6x üstəgəl 9 bizə verər x minus 3 mötərizənin kvadratını. Və bundan sonra burada üstəgəl 4 qalmışdı. Bunlar hamısı mötərizənin içərisində idi, mötərizənin üstündə kvadrat var idi, çıx 7. Burada da içəridəki mötərizə sıfıra çevrilə bilir. X bərabərdir 3 olduqda bu sıfıra çevrilir və qalır burada 4-ün kvadratı çıx 7. Yəni 16 çıx 7. Bu da verir bizə 9-u. Deməli, bu ifadənin ən kiçik qiyməti 9-dur. 87-ci suala yenə də belə iki əlinin kvadratını ayırmaqla eləyə bilərik. Və yaxud da ki, bayaq dediyimiz kimi n bərabərdir mənfi d bölü 4a düsturundan istifadə eləyərək ən böyük qiyməti tapa bilərik. Gəlin burada hər iki yolu nümayiş elətdirək, görək hansı daha yaxşı olar. Mənfi 2x kvadratı üstəgəl 4x üstəgəl 5. Burada əgər iki ədinin kvadratını ayırıramsa, ilk növbədə x kvadratının əmsalını mötərizə xaricinə çıxartıram. İçəridə qalır, mənfi 2-ni çıxartdım mötərizə xaricinə, içəridə qalır x kvadratı çıx 2x. Aha, deməli, müsbət bunun yarısının kvadratını əlavə eləyib çıxmalıyam. Üstəgəl 1, bir də çıxıram 1-i və burada da üstəgəl 5 var idi. O 5-i ümumiyyətlə mötərizənin içinə salmadım. Bərabərdir. Mənfi 2 vurulsun. Bu mötərizənin içərisi bizə verir x minus 1 mötərizənin kvadratını və çıxılsın 1 var idi. Burada da üstəgəl 5. İndi mötərizəni açsaq, mənfi 2 vurulsun x minus 1 mötərizənin kvadratı. Mənfi 2-ni mənfi 1-ə vursaq, müsbət 2 üstəgəl 5. Yəni, mənfi 2 vurulsun x minus 1 mötərizənin kvadratı üstəgəl 7. Deməli, burada ən böyük qiymət müsbət 7-dir. Yəni, bu mötərizənin kvadratı, yəni kvadratı 0 olanda bu ən böyük qiymət alır. Ən böyük qiymət oldu 7-yə bərabər. Kim vərdiş eləyibsə, bax, bunu daha tez bu şəkildə bir dəfəlik yaza bilirsə, bu qayda ilə gedir. Amma ümumi düstur bildik ki, yəni ikinci üsul olaraq n bərabərdir mənfi d bölü 4a. Burada A-nın yerində bizdə mənfi 2-dir. Bax, bu A-nın yerindədir. A mənfi 2-dir. B 4-dür. C də 5-dir. Onda diskriminantı ilə burada tapaq. Diskriminant bərabərdir. Diskriminantı hesablasaq. D bərabərdir. B kvadratı çıx 4AC düsturuna görə bu əmsalları yerinə qoyaq. Olur 4-ün kvadratı çıx 4 vurulsun. Mənfi 2 vurulsun 5. Bu da bizə verir 16 üstəgəl 40, elə də 56. Deməli, onda burada oldu n bərabərdir. Bu düsturdan istifadə edəcəkdik. N bərabərdir mənfi 56 bölünmüş 4 vur mənfi 2. Yəni, mənfi 8. Bu da verdi bizə müsbət 7-ni. Yəni, n 7-dir. Ən böyük qiymət, yenə deyirəm, bu ən böyük qiymət, ən kiçik qiymət soruşsa, bilin ki, n soruşur. Kvadrat üçərlidə. İndi baxaq 88-ci suala. Deyir, bu bir hədlinin qüvvəti 15-dir. Bir hədlinin qüvvəti yenə də hərfi hissənin üstləri cəmi. Yəni, demək istəyir ki, m üstəgəli 3n
Üstəgəl s-nin də üstündə 1 var ki, onu yazmayıblar. Üstəgəl 1 bərabərdir 15-ə. Onda buradan alırıq ki, m üstəgəl 3n bərabərdir 15 çıx 1, yəni 14-ə. M-in hasilinin ən böyük qiymətini istəyir. İndi gəlin baxaq görək burada m, n hansı qiymətlər ala bilər ki, və onların hasili neçə olur bu halda? Onların içərisindən ən böyüyünü seçək. N 3-ə vurulduğundan elə birinci n-ə qiymətlər verməklə başlayaq. N-ə 1 versək, bu 3 olar, onda m 11 olar. Bu halda m vur n oldu 11. N-ə 2 versək, olur 6, onda m də 8 olar. Onda m vur n oldu 16. N-ə 3 versək, n-ə 3 verdikdə bu 9 olur. 9-un üstünə 5 gəlsək, eləyər 14. Bu da bizə verər m vur n 15. N-ə 4 qiymət versək, n 4 olsa bu 12 olar. Bu da 2 olmalıdır onda ki, cəm 14 olsun. Onda 2 vur 4 də elədir 8. Bizdən də m vur n-in ən böyük tam qiymətini soruşur. Deməli, m vur n-in ən böyük tam qiyməti bu haldadır. M 8, n 2 olanda. Yəni, cavab 16-dır. Burada oldu 16. Belə. 89-cu suala baxaq. 89-da eyni qayda ilə yenə də bunun qüvvəti 14-dürsə, deməli, hərfi hissənin üstləri cəmi, yəni 4m üstəgəl n üstəgəl 1 bərabərdir 14-də. Buradan da alırıq ki, 4 vurulsun m üstəgəl n bərabərdir 13-ə. Burada m, n hansı qiymətlər ala bilər? Onları araşdıraq və m vur n hasilini hər biri üçün hesablayaq. M-ə 1 versək, onda 4-ün üstünə 9 gərək gələk ki, 13 alınsın. Onda m vur n hasili 9 olar. M-ə 2 qiymət versək, 8-in üstünə 5 gələndə 13 eləyər. Onda m, n hasili 10 eləyər. M-ə bir də 3 verə bilərik. 12, 12-nin üstünə 1 gəlsək, eləyər 13. Daha ardını gedə bilmirik, çünki bu halda mənfi olardı. Bu da uyğun gəlmir. M-n, yəni üstlər bir həddən üstləri, hərflərin üstləri natural ədədlər olmalıdır və yaxud da ki, 0 da ola bilər. Mənfi ola bilməz. Deməli, burada m-n hasilinin ən böyük qiyməti bax bu halda oldu. Yəni, cavab 10 oldu. 90-cı sualda deyir, x-in hansı qiymətində bu ifadənin qiyməti ən böyük olar? Yenə də bizim o yadımıza salaq ki, ax kvadratı üstəgəl bx üstəgəl c kvadrat 3 ədlisini biz a vurulsun x minus m mötərizənin kvadratı üstəgəl n şəkildə göstərə biliriksə, bunu hər biri üçün eləmək olur. Onda burada bu n ən böyük və yaxud ən kiçik qiymətdir. Ən böyük qiymət və yaxud da ki, ən kiçik qiymətdir. O asılı da a-nın işarəsidir. Və bunu nə vaxt alır? Əgər bu mötərizə 0 olarsa, bu mötərizənin də 0 olması üçün x m-ə bərabər olmalıdır. Bax, indi bizdən burada həmin bu m-in sualını soruşur. M-i istəyir. M nəyə bərabərdir? M-in isə düsturu, biz n-in düsturunu yadımıza saldıq, amma m-i demədik. M mənfi b bölünmüş 2a-ya bərabərdir. Bu da m-in düsturudur. Bir də deyək, n mənfi d bölü 4a idi. Bizə burada bunu soruşmur, m-i soruşur. Mənfi b bölü 2a, indi bizdə burada a mənfi 3-dür, b 12-dir, c də mənfi 7-dir. C-nin bizə dəxli yoxdur burada. M bərabər olur mənfi 12 bölünmüş 2 vurulsun mənfi 3-ə. Yəni, bu da eləyir müsbət 2. Yəni, m bərabərdir 2 olduqda. Cavab burada 2. Yəni, həqiqətən də burada biz mənfi 3x kvadratı üstəgəl 12x çıx 7-ni göstərəcəkdik mənfi 3 vurulsun x çıxılsın 2 mötərizənin kvadratı üstəgəl nəsə. Üstəgəl nəsəni də tapaq. Bu 4-dür, mənfi 12. Bizə lazımdır mənfi 7 eləsən, onda üstəgəl 5. Deməli, burada bu ən
böyük qiymətdir, 5-dir. 5-i nə vaxt alır? X 2 olsa. Cavab burada 2 idi. 91-ci suala baxaq. 91-ci sualı həll edək. 91. Yəni eyni qayda ilə mənfi 3a kvadratı üstəgəl 18a üstəgəl 1. Yəni bunu iki əlinin kvadratına ayırsaq, yəni onu göstərə bilərik ki, a vurulsun x minus m mötərizənin kvadratı plus n şəklində. Artıq m-in də düsturu bəlli, mənfi b bölü 2a yadınıza düşdü. Burada da m-i soruşur bizdən. M bərabər a əgər burada mənfi 3, yəni birinci əmsal kullanır a. İkinci əmsal 18-dir. Elə bunlar bizə bəs eləyir. Bərabərdir mənfi 18 bölünmüş 2 vur mənfi 3. Bu da verir bizə 3'ü. Marağı üçün desək, biz mənfi 3a kvadratı üstəgəl 18a üstəgəl 1'i 2 əlinin kvadratına ayırsaydı, mənfi 3'ü mötərizə xaricinə çıxartırdıq. Burada da a çıxılsın 3 mötərizənin kvadratı. Şimdi bunu açanda burada olur 9 mənfi 27. Burada da plus 28 olmalıydı ki cevap müsbət 1 qalsın. Deməli burada bu ifadənin özünün ən böyük qiyməti 28'dir. Amma bu 28'i a'nın hansı qiymətində alır? 3'də. 3'ü isə biz həmin bu düsturla rahat tapa bilərdik. Cevap oldu. Deməli 3. 92-ci sual. 92-ci sualı burada yaxlarda yazıq. 92-də deyir A və B ədədlərinin fərqi 11'dir. Yəni A çıx B 11'ə bərabər. Hasili 23'dür. A vur B bərabərdir 23'ə. Və bizdən soruşur A üstəgəl B mötərizənin kvadratını. Biz müxtəsər vurma eyniliklərinə görə deyə bilərik ki, köməkçi müxtəsər vurma eyniliklərindən biri belədir ki, A üstəgəl B mötərizənin kvadratı bərabərdir. A çıx B mötərizənin kvadratı üstəgəl 4AB. Əgər bu düsturu biliriksə, birbaşa yerinə qoyuruq. Alırıq 11'in kvadratı üstəgəl 4 vur 23. Yəni 121 üstəgəl 92. O da bərabərdir. 3, 1, 213. Cevap elədi 213. Əgər bunu bilməsək, deməli, bu veriləni a minus b-ni bərabərdir 11. Bunun hər tərəfini kvadrata yüksəldirik. Sonra a kvadrat üstəgəl b kvadratını bir tərəfdə tək saxlayıb AB-nin qiymətini də yerinə qoymaq şərti ilə məlumları digər tərəfə köçürdürük. Və bu mötərizəni açırıq. Sonra bildiklərimizi yerinə qoyuruq. 93-cü sual. 93'də deyir ki, bu bir hədlinin qüvvəti əmsalından 2 dəfə böyükdür. Bu bir hədlinin qüvvəti hərfi hissənin üstləri cəmidir. Yəni 1 üstəgəl m üstəgəl n bərabərdir. Əmsaldan 2 dəfə böyük. Yəni 4,5'dən 2 dəfə böyük, yəni 9'dur. Onda buradan alırıq ki, m plus n bərabərdir 9 çıx 1, yəni 8'ə. Digər tərəfdən bizə bir şərt də verib. M kvadrat çıx n kvadrat bərabərdir 32'yə. Siz də bilirsiniz ki, bu vurğulara ayrılanda m üstəgəl n vurulsun m çıx n-dir. Bu bərabərdir 32'yə. Biz aldıq ki, m üstəgəl n 8'dir. Bunun yerinə 8'i qoysaq, onda buradan da alarıq ki, m çıx n, bunun hər tərəfini 8'ə bölsək, m çıx n bərabərdir 4'ə. Və bizdən də bunu soruşurdu. Cevap 4. Və sonuncu sual. 94-cü sual. Bu ətraflı yazılı cevap tələb olunan tapşırıq olduğu üçün gəlin burada ətraflı izahat verək. 94. Bizə deyir ki, cədvəldə verilənlərə əsasən m1 üstü 5 vurulsun m2 üstü 11 çoxədlisinin dərəcəsini hesablayın. Bu çoxədlinin dərəcəsini hesablamaq üçün cədvələ fikir verək. Cədvəldə görürük ki, m1 vurulsun x üstü 4 plus 3x kvadratı mötərizənin üstü 8
O hasilin dərəcəsi 39-dur. Əvvəlcə bu mötərizənin özünün içərisinin dərəcəsinə baxaq. X üstü 4 üstəgəl 3x kvadratı. Bunun dərəcəsi, çoxhədlinin dərəcəsi ona daxil olan bir hədlərin dərəcələrinin ən böyüyünə deyilir. Birinci bir hədlinin dərəcəsi 4, ikinci bir hədlinin dərəcəsi 2 olduğu üçün burada ən böyük dərəcə buradadır, 4-dədir. Deməli, bu çoxhədlinin dərəcəsi 4-dür. Onda bunu biz 8-ci dərəcədən qüvvətə yüksəlsək, yəni x üstü 4 üstəgəl 3x kvadratı, bunun üstündə 8-in dərəcəsi olar 4-ü vururuq 8-ə, yəni 32. M1 vurulsun, bu 32 dərəcəli, yəni x üstü 4 plus 3x kvadratı, bunun da üstündə 8 var. Bunun dərəcəsi oldu 32. Bunun dərəcəsi bilmirəm nədir, amma bu çoxhədlinin dərəcəsi 39 olduğu üçün biz deyirik ki, deməli M1-in dərəcəsi 39 çıx 32, yəni 7 imiş. Çünki hasilin dərəcəsini hesablayarkən, yəni qüvvətini hesablayarkən üstlər toplanır. Yəni burada 7 imiş ki, bunun dərəcəsi 7 imiş. Ki, dərəcələr toplanıb olub 39. Deməli, M1-in dərəcəsi oldu 7. Burada dərəcə. Bərabər yox, dərəcəsi. İndi M2 üçün də uyğun olaraq deyirik ki, x üstü 6 plus 7 x üstü 5 üstəgəl 3. Bunun dərəcəsi 6'dır. Onda biz bunu 7-ci dərəcədən qüvvətə yüksəltsək, üstü 7'ye vurmalıyıq. Deməli, onda bunun dərəcəsi olar 7 vur 6, yəni 42. M2 vurulsun, bu mötərizənin üstü 7, yəni x üstü 6, üstəgəl 7, x üstü 5, üstəgəl 3. Bunun dərəcəsi şərtə görə 46'dırsa, bunu hesabladıq, bu burada 42'dir. Deməli, buradan alınır ki, M2'nin dərəcəsi 46 çıx 42, yəni 4'dür. Deməli, biz nə aldıq? Biz aldıq ki, M1'in dərəcəsi 7'dir, M2'nin də dərəcəsi 4'dür. Onda M1 üstü 5 vurulsun M2 üstü 11'in dərəcəsi. M1'in dərəcəsi 7 olduğundan bu dərəcəsi olur 7 vur 5 üstəgəl, arada vurma olduğu üçün üstlər toplanır. M2'nin də dərəcəsi 4 olduğu üçün 4 vur 11. Yəni 35 üstəgəl 44. Bu da bizə verir 79'u. Deməli, bunun dərəcəsi 79'dur. Cavab 79. Ümid eləyirəm ki, bu dərs sizə faydalı oldu. Əgər dərs sizə faydalı oldusa, onda rəy bölməsində fikirlərinizi yazın. Hansı hissəni daha yaxşı anladınız, hansı hissədə çətinlik çəkdiniz. Növbəti videolarda görüşənədək təşəkkür eləyirəm.